Məsələdə deyilir ki, K parametrinin hansı qiymətində funksiya fx bərabərdir 10 üstü 2x çıx 3 funksiyasıdır. Fx plus k çıx fx funksiyası bölünsün fx plus 3 funksiyası bərabər 99 alınır. Yəni bu bərabərlik doğru olar. Burada dostlar nə edəcəyik? Biz bilirik ki, tutaq ki, bizə məsəl üçün f5 versə, x-in yerinə 5 qoymalıyıq da. Yəni 10 üstü 2 vurulsun 5 çıx 3. Yəni 10 üstü 10 çıx 3. İndi 10 üstü 10 neçə edirsə onu hesablayıb tapırıq. İndi bizə baxın bu fx plus k lazımdır. O fx plus k-nı necə tapacam mən? Funksiyamız axı 10 üstü 2x çıx 3-dür. Burada 5 versə x-in yerinə 5 yazacamsa, x plus k veribsə x-in yerinə x plus k yazacam da. Və bunu sadələşdirsəm, bu 10 üstü 2x üstəgəl 2k-dır, düzdürmü? Qüvvətdə toplama varsa bunu hasil şəklində 10 üstü 2x vurulsun 10 üstü 2k çıx 3 yaza bilərəm. İndi bunu yerinə qoysaq, yəni surətdə 10 üstü 2x vurulsun 10 üstü 2k çıx 3 çıx fx funksiyasının özü. Fx funksiyası budur axı. Yəni 10 üstü 2x çıx 3. İfadə şəklində olduğuna görə mötərizədə yazılır. Mötərizəni açsaq, burada toplam olacaq. Yenə fx funksiyasının özü, yəni 10 üstü 2x çıx 3 plus 3 bərabərdir 99. Burada nə edəyək? Məxrəcdə 3-lər ixtisar getdi, islah olundu. 10 üstü 2x qaldı. Sürətdə də 3-lər islah olundu. Sadəcə qaldı 10 üstü 2x vur 10 üstü 2k çıx 10 üstü 2x. Bunu sadələşdirsək, surətdən 10 üstü 2x-i mötərizə xaricdən çıxarsaq qalacaq 10 üstü 2k çıx 1 bölünsün 10 üstü 2x. 10 üstü 2x-ları ixtisar aparsaq qaldı 10 üstü 2k çıx 1. İndi 10 üstü 2k-nın özünü mən belə yaza bilərəm də 10 üstü 2 üstü k qüvvətin qüvvəti şəklində. Bu da eləyəcək 100 üstü k. Yəni 100 üstü k çıx 1. Düzdürmü? Bu da bilirik ki 99-a bərabərdir. Gəlin burada yazın. 100 üstü k çıx 1 bərabərdir 99. Buradan 100 üstü k bərabərdir 99 plus 1 100. Əsaslar eynidirsə deməli qüvvətlər eyni olmalıdır. Yəni k bərabərdir 1. 100-ün qüvvətində 1.